Charles Darwin deyəndə, yəqin ki, sizin də ağlınıza dərsliklərdən tanıdığımız o klassik təsvir gəlir. Hə, o uzun, ağsaqqallı, son dərəcə ciddi baxışlı qoca alim obrazı. Düzdür. Sanki həyatını ancaq laboratoriyalara və kitablara həsr edib, biraz da sıxıcı bir elm adamı kimi görünür. Elə bir dünyaya elə o müdrikliklə gəlib. Ay sağ ol. Lakin bugünkü dərin araşdırmamızda bu mifi tamamilə alt-üst edəcəyik. Çünki bugün əlimizdəki mənbə kənardan yazılmış hansısa quru bioqrafiya deyil. Birbaşa onun öz qələmindən çıxan sətirlərdir. Bəli, oğlu Francis Darwin tərəfindən tərtib edilən və Ozan Karakaş tərəfindən dilimizə tərcümə olunan yaşamım kitabı. Yəni Darwinin avtobiografiyası əsasında danışacağıq. Məqsədimiz də o dərsliklərdəki donuq heykal obrazını qırmaqdır. Onun formalaşma dövrünü, səhvlərini, heyrətamiz qəribəliklərini kəşf edəcəyik. Və bəlkə də onu əsl dahi edən o ən xırda, ən absurd detalları üzə çıxaracaq. Bilirsiniz, bu səsli səyahətdə mənbənin dərinliklərinə enərkən, əslində dahi anlayışının özünü də yenidən təyin edirik. Necə yəni? Yəni, cəmiyyət olaraq bizdə belə bir qəlibləşmiş düşüncə var. Düşünürük ki, dünyanı dəyişdirən insanlar hansısa xüsusi, qüsursuz bir proqramla doğulurlar. Hə, sanki heç vaxtlarını boşa xərcləmirlər, gəncliklərində səhv ixtisas seçmirlər. Tamamilə elədir. Amma Darwinin öz xatirələri bunun tam əksini sübut edir. Uğursuzluqların, kiçik maraqların və hətta təsadüflərin insanı necə böyük kəşflərə apara biləcəyini sizə göstərəcəyik. Doğrudan da o xatirələri oxuduqca görürsən ki, bu adam heç də qüsursuz deyilmiş. Baxın, təsəvvür edin ki, qarşınızda dünyanı dəyişdirəcək adamın uşaqlıq xatirələri var. Və o, elmi kəşflərdən falan danışmır. Heç yaxından keçmir. Darwinin kitabda qeyd etdiyi ən erkən xatirəsi nədir bilirsiniz? 4 yaşında olanda pəncərənin önündən qaçan bir inəkdən qorxması. İnəkdən qorxub yerindən sıçrayır və özünü yaralayır. Hə, və o yaranın izi bütün ömrü boyu bədənində qalır. Amma məni ən çox güldürən onun uşaqlıqdakı o dəcəl, biraz da şovmen xarakteridir. Yalançı uşaq dövrü. Elədir. Diqqət mərkəzində olmaq üçün, insanları heyrətləndirmək üçün dayanmadan yalanlar uydururmuş. Özündən hekayələr toxumağı o qədər sevirmiş ki. Məsələn, çiçək hekayəsi var orada. Aha, ətrafdakilərə deyirmiş ki, mən xüsusi mayələr kəşf etmişəm. Və bu mayələrlə çuva çiçəklərinin rəngini istədiyim kimi dəyişdirə bilirəm. Təbii ki, ortada heç bir xüsusi mayə falan yox idi. Əlbəttə yox idi. Bu, sadəcə başqalarının gözündə böyümək istəyən bir uşağın fantaziyası idi. Bağlardan meyvə uğurlayan, sonra da qaçıb o meyvələri güya özünün tapdığını deyib lovğalanan tam adi bir uşaq. Bilirsiniz, bu xırda uydurmalar əslində çox vacib bir psixoloji detaldır. Niyə? O yalanlar adi bir nadinçlikdən daha çox fərqli bir hekayə yaratmaq arzusundan gəlir. İnsanlarda reaksiya oyatmaq və nəyəsə təsir edə bildiyini göstərmək. Hə, diqqət çəkmək istəyən o kiçik uşağın gələcəkdə bütün dünyanın diqqətini çəkəcək bir nəzəriyyə irəli sürməsi təsadüf deyil əslində. Dəqiq, lakin onun bu formalaşma dövrünü anlamaq üçün mütləq həyatındakı ən dominant fiqura baxmalıyıq. Atası Robert Darwin'a. Bəli, xatirələrdən aydın olur ki, atası fiziki və xarakter baxımından çox nəhəng, az qala mifik bir xarakter olub. 150 kiloqramdan çox çəkisi var idi. Yaşadığı dövrün və bölgənin ən iri cüssəli insanlarından biri olub. Amma atasını qeyri-adi edən sadəcə onun kiloları değildi. Onun dəhşətli dərəcədə iti müşahidə qabiliyyəti var idi. Empatiya qabiliyyəti çox yüksək idi. Uğurlu bir həkim kimi xəstələrinin ən kiçik üz ifadələrindən onların gizlətdikləri sirlərini oxuya bilirdi. O pendir hekayəsi mənim heç vaxt yadımdan çıxmaz. O həqiqətən yadda qalan bir detaldır. Oxuyuculara, yəni dinləyicilərimizə bunu danışmalısınız. Məmnuniyyətlə. Deməli, dərsliklərdə heç vaxt rast gəlməyəcəyimiz bir pendir hekayəsi var kitabda. Atası illər əvvəl Hollandiyada olarkən, keşiş cənab A adlı bir şəxslə nahar edir. Və nahar masasında ancaq pendir var. Bəli, ancaq pendir. Və atası sakitcə müşahidə edir ki, bu adam qarşısındakı tək yemək olmasına baxmayaraq pendirə qətiyyən toxunmur. Bunu beyninin bir küncünə yazır. İllər keçir. Hətta bəlkə də 10 illiklər keçir. Dövrün məşhur siyasi xadimi Lord Sherborne atasının yanına gəlir və Hollandiya siyasəti barədə inanılmaz məxfi məlumatlar danışır. Və atasının reaksiyası çox soyuqqanlı olur.
Atası heç bir reaksiya vermədən o illər əvvəlki naharı xatırlayır və sadəcə belə deyir. Görünür, keşiş cənab A. Hollandiya haqqında çox məlumatlıdır. Lord Sherborne orada şoka düşür. Az qala ağlını itirir. Çünki bütün o gizli məlumatların mənbəyi doğrudan da məhz o keşiş idi. Düşünün, bir tikə pendir və illər sonra qurulan o xırda bağlantı. Bu hekayə adamı doğrudan da heyrətləndirir. Biz adətən müşahidə qabiliyyəti deyəndə nə isə görməyi, nə isə baxmağı nəzərdə tuturuq. Amma burada tam fərqlidir. Robert Darwinin etdiyi olmayan bir şeyi müşahidə etməkdir. Baş verməyən bir hərəkəti, yəni kiminsə pendir yeməməsini görüb yaddaşında saxlamışdı. Və bu, gənc Darwin üçün ən böyük həyat dərsi olur. Əlbəttə. O anladı ki, ən əhəmiyyətsiz görünən kiçik detallar böyük bir tapmacanın parçaları ola bilər. Dinləyicilərimiz indi bir düşünsün. Gündəlik həyatınızda, işə gedərkən nə qədər belə pendir detallarını qaçırırsınız? Çox adam həyatda heç bir maraqlı şey baş vermədiyindən şikayətlənir, amma bəlkə də biz sadəcə baxmaqla görmək arasındakı fərqi itirmişik. Darwin məhz bunu atasından öyrənmişdi, ən xırda qəribəliklərə diqqət kəsilməyi. Amma sözün düzü, atanız belə nəhəng, uğurlu bir həkimdirsə, sizin üzərinizdəki təzyiq də dəhşətli dərəcədə böyük olur. Təbii ki, Robert Darwin istəyirdi ki, oğlu onun yolunu davam etdirsin. Həkim olsun və onu dövrün ən yaxşı məktəblərindən birinə, Edinburgh Universitetinə tibb oxumağa göndərir. Amma Darwin kitabda bu dövrü necə xatırlayır bilirsiniz? Tam bir işgəncə kimi. Tibbdən nifrət edirdi. Səhər saat 8-də başlayan o quru mühazirələr ona cəhənnəm əzabı kimi gəlirdi. Anatomiya dərslərini isə heç xatırlamaq istəmir. Amma bunun arxasında başqa bir səbəb də var idi, qan qorxusu. Ay sağ ol, Darwin qan görməkdən dəhşətə gəlirdi. Və maraqlıdır ki, o bu xüsusiyyətində ona atasından keçdiyini yazır. O dövrün təbabətini təsəvvür edin. 19-cu əsrin əvvəlləri. Xloroform hələ kəşf olunmayıb. Anesteziya yoxdur. Yoxdur. Əməliyyatlar tam oyaq xəstələr üzərində, dəhşətli ağrılarla aparılırdı. Darwin 2 uşaq üzərində aparılan belə bir cərrahiyyə əməliyyatına baxmaq məcburiyyətində qalır. Otaqdakı o dəhşətə, sızıltılara, qan mənzərəsinə dözə bilmir. Və oradan qaçır. Dərhal əməliyyat otağından qaçır və ömrünün sonuna qədər heç vaxt o otağa qayıtmır. Beləliklə, onun tibb karyerası heç başlamadan bitir. Bilirsiniz, o qaçış əslində onun xarakterindəki çox dərin bir empatiyadan xəbər verir. Başqasının ağrısına dözə bilməyəcək qədər həssas oldu. Amma bu atası üçün böyük xəyal qırıqlığı olur yəqin ki. Əlbəttə. Tibbi yarımçı qoyan oğlunun avariyaya çevriləcəyindən qorxan ata dərhal planı dəyişir. Deyir, oğlum həkim ola bilmirsə, heç olmazsa hörmətli bir din xadimi olsun. Keşişlik xəyalları. Bəli, onu Cambridge-ə, kilisəyə xidmət edəcək bir keşiş kimi yetişməsi üçün göndərir. Darwin də atasına qarşı çıxa bilmir. Amma o Cambridge illəri barədə oxuduqca adam özünü gülməkdən saxlaya bilmir, çünki ilahiyyat oxumalı olan bu gənc çöllərə düşüb nə ilə məşğul olurdu? Böcək kolleksiyası toplamaqla. Ağac qabıqlarının altını eşələyir, bataqlıqlarda gəzir, nadir böcək növləri axtarırdı. Özü də bu hansısa elmi məqsədlə deyildi, Sadəcə içindəki o güclü kolleksiya tutkusuydu. O böcək xəstəliyi barədə kitabda elə komik bir detal var ki, məncə ən yadda qalan hissələrdən biridir. Təbiətə ehtirası doğrudan sərhəd tanımırdı. Həmin o ağızdakı böcək hekayəsi. Tamamilə düzdür. Deməli, meşədə gəzərkən köhnə bir ağacın qabığını qoparır, eyni anda 2 dənə çox nadir böcək növü görür. Birini sağ əlinə alır, digərini sol əlinə. Bura qədər hər şey qaydasındadır. Təbii, tam o an gözü həmin yerdə 3-cü daha nadir bir növə sataşır. 2 əli doludur, amma o 3-cünü də mütləq istəyir. Dəlilik həddində bir aşiqlik. Böcəklərdən heç birini atmaq istəmir. Sağ əlindəki o nadir böcəyi ehtiyatla aparıb birbaşa ağzına atır ki, əli boşalsın və 3-cünü tutsun. Diri bir böcəyi ağzına atır, təsəvvür edirsiniz? Özü də heç kim bilmir o nə böcəyidir. Təbii ki, böcək bu vəziyyətdən heç məmnun qalmır. Müdafiə mexanizmini işə salır və Darwinin dilinin üstünə çox kəskin, turşu kimi acı bir maye ifraz edir. O qədər yandırıcı olur ki, Darwin onu tüpürməyə məcburiyyətində qalır. Refleks olaraq tüpürür, o anın verdiyi təlaşla əllərindəki digər 2 böcək də yerə düşür. Beləliklə, hər 3 nadir böcəyi itirir. Çox komik bir fəlakətdir. Amma siz dinləyicilərimiz üçün bura çox vacib bir nəticə çıxarmaq olar. Necə bir nəticə? Baxın,
20'li yaşlarınızda yolunuzu azmış, ixtisasınızı səhv seçmiş kimi hiss edə bilərsiniz. Cəmiyyətin standartlarına görə Darwində tam bir uğursuzluq nümunəsi idi. Tələbəsi kimi qandan xorxub qaçan, keşiş namizədi kimi ağzında böcəyi gizlədən. Elədir. Amma o, qəribə həvəslərin, o vaxt itkisi kimi görünən şeylərin düz mərkəzində onun əsl tutkusu yatırdı. Tutkunuz sizi ən gözlənilməz yerdə tapacaq. Və həqiqətən də o böcək toplayan gəncin qapısına nəhayət böyük bir fürsət döyür. O məşhur Beagle gəmisi ilə səyahət təklifi. Tarixi dəyişdirən o 5 illik səyahət. Amma bilirsiniz ki, bugün bildiyimiz o təkamül tarixi az qala cəmi bir adamın burun formasına görə heç başlamayacaqdı. O məşhur burun məsələsi. Gəminin kapitanı Fitzroy o dövrdə populyar olan frenologiyaya dərindən inanırdı. Yəni insanın xarakterini onun üz cizgilərindən, burnundan, kəlləsindən oxumağa. Və Darwinin burnunu bəyənməmişdi. Qətiyyən məhz. Az qala bu burun ucbatından Darwini gəmiyə götürməyəcəkdi. Amma xoşbəxtlikdən Fitzroy sonradan onunla söhbət etdikcə fikrini dəyişir. Onu təbiətşünas kimi gəmiyə qəbul edir. Yenə də o gəmidə hər şey sakit keçmir. Darwinlə kapitan arasında çox ciddi ziddiyyətlər olur. Biz əlbəttə burada heç bir tərəf tutmadan, sadəcə mənbədə yazılan tarixi konfliktləri təhlil edirik. Onların arasında köləlik mövzusunda çox şiddətli mübahisələr olurdu. Braziliyada olarkən. Bəli, Fitzroy köləlik sistemini müdafiə edirdi. Darwinə deyirdi ki, bir qul sahibi öz qullarını yığıb, onlardan kölə olmaqdan xoşbəxt olub olmadıklarını soruşub. Və qullar hə deyiblər. Darwin isə buna nifrət edirdi. O, sərt şəkildə soruşur ki, siz doğrudan düşünürsünüz ki, qulların qarşısında qulun verdiyi cavabın bir dəyəri var. Qorxu içində başqa nə deyə bilərdilər? Bu sual kapitanı o qədər qəzəbləndirir ki, qışqıraraq Darwini gəmidən qovmaqla hədələyir. Hətta onunla eyni masada yeməyə qadağan edir. Amma sonra peşman olur. Bir neçə saat sonra öz qəzəbinə görə üzr istəyir. Bu fırtınalar, bu ziddiyyətlər içində keçən 5 il Darwinin necə dəyişir, bax o maraqlıdır. Səyahətə çıxanda sadəcə zövq üçün quş vuran bir ovçu idi. Amma İngiltərəyə qaydanda artıq başqa bir insan idi. O, faktları qruplaşdıraraq onlardan ümumi qanunlar çıxaran bir alimə çevrilmişdi. Hətta atası belə bunu fərq edir. Evə qaydanda atası ona baxıb deyir ki, bunun başının şəkli tamamilə dəyişib. Atasının o sözü əslində çox dərin bir dəyişikliyi ifadə edir. Səyahət ona sadəcə məlumat toplamağı deyil, məlumatları birləşdirib niyə sualına cavab tapmağı öyrətmişdi. Yəni, sadəcə baxmırdı, həm də görürdü. Ay sağ ol, təcrübə sadəcə məlumat yığmaq deyil axı. Siz, yəni dinləyicilərimiz, öz həyatınızda məlumatları sadəcə yığırsınız, yoxsa onları birləşdirirsiniz. Darwinin ən böyük gücü o məlumatları birləşdirməsi oldu. Və bu birləşdirmə prosesi, bu dərin düşüncə, onu avtobioqrafiyanın ən mürəkkəb hissəsinə gətirib çıxarır. Onun daxili dünyasında, inancında baş verən yavaş və dərin təkamül. Bəli, bu çox vacib bir fəsildir. Darwin o səyahəti və uzun tədqiqatları boyunca köhnə əhdin tarixi dəqiqliyini dərindən sorğulamağa başlayır. Dini inancında bir dəyişiklik baş verir, özü də bu qəfil olmur, çox yavaş-yavaş baş verir. Və burada çox kəskin bir əxlaqi dillənmə var. Biz yenə də bunun mənbədə olduğu kimi tam bitərəf şəkildə izah edirik. Darwinin ən böyük mənəvi problemi bir doktrina ilə bağlıydı. Hansı doktrina ilə? İnanmayanların cəhənnəmdə sonsuza qədər yanacağı fikri ilə. Axı onun atası, qardaşı inanmayan insanlar idi. Və o, sevdiyi insanların sadəcə inanmadıqlarına görə əbədi əzab çəkəcəyi fikrini qəbul edə bilmirdi. O, bunu birbaşa yerin dibinə batası bir təlim adlandırır. Təbiətdəki o seçilimi, o uyğunlaşmanı gördükcə, hər şey mütləq həqiqətini bilməyin imkansızlığını, yəni agnostik düşüncəni mənimsəyir. Lakin burada çox insani bir detalı qaçırmamalıyıq. Həyat yoldaşı Emma Darwinin qeydini deyirsiniz yəqin? Bəli. Emma Darwin çox inanclı bir xanım idi və o ərinin bu sətirlərinin nəşr olunmasına çox sərt şəkildə qarşı çıxmışdı. Səbəbi də tamamilə başa düşüləndə əslində. Tamamilə. O qeyd edirdi ki, bu sətirlər həm ona əzab verir, həm də Darwinin dindar dostlarını çox incidəcək. Biz burada şərh vermədən sadəcə bir ailənin içindəki o fərqli dünyaları görürük. Bir tərəfdə fikirlərini səmimi yazan alim, digər tərəfdə mənəvi huzuru qorumağa çalışan fədakar bir həyat yoldaşı. Amma maraqlısı odur ki, Darwin təbiətdəki o amansız rəqabəti görməsinə baxmayaraq heç də pessimist biri olmur. Düzdür.
Çox adam belə bir rəqabət görəndə həyatın qaranlıq olduğunu düşünərdi. Amma Darwin inanırdı ki, təbiətdəki iztirablara baxmayaraq xoşbəxtlik üstünlük təşkil edir. Yaşamaq sevinci yəni. Təkamül sadəcə savaş deyil, həm də bir həyat eşqidir. Eynən. Həyata qarşı bu qədər işıqlı qala bilmək onun böyüklüyünün sübutudur. İndi jetonlaşdırsaq mənbədən gördük ki, dünyanı dəyişdirən adam əslində kim idi? Meyvə uğurlayan, yalanlar uyduran, qandan qorxub, dərslərdən qaçan bir gənc. Və ağzında böcək partlayan bir uşaq. Onu fərqləndirən yeganə şey sarsılmaz marağı və gördüklərini sorğulamaq cəsarəti idi. Bu səsli səyahəti bitirməzdən əvvəl dinləyicilərimizə təkbaşına düşünmələri üçün yekun bir sual vermək istəyirəm. O məşhur burnu xatırlayırsınız? Kapitan Fitzroy'un bəyənmədiyi burun. Ay sağ ol. Kapitan az qala o burun ucbatından Darwini gəmiyə götürməyəcəkdi. İndi bunu bir anlıq düşünün. Maraqlı yanaşmadı. Əgər Charles Darwinin burnunun quruluşu biraz fərqli olsaydı və o gəmiyə heç vaxt minməsəydi, nə olacaqdı? Təkamül nəzəriyyəsi 10 illiklər boyu gizli qalacaqdı, yoxsa elmin axını başqa birini eyni kəşfə aparacaqdı? Çox dərin sualdır. Bəs sizin öz həyatınızda necə? Fərqinə belə varmadığınız hansısa o burun forması qədər absurd detallar sizi hansı böyük kəşflərdən uzaq tutur və ya hansı gözlənilməz macəralara sürükləyir? Bunu mütləq düşünməyə dəyər. Növbəti dərin araşdırmamızda görüşənədək.